Satılan təşkilatın administratoru yaxud satın alma mütəxəssisi əsas menyuda şərtlər toplusuna daxil olur. Açılan pəncərədə şərtlər toplusunun yaradılmasını və axtarışını həyata keçirmək mümkündür. Yarat düyməsini tıklayarkən satın alma predmeti daxil olunur. Satın alma metodu seçilir. Satın alma obyekti olaraq mal, iş, xidmət arasında seçim imkanı verilir. Ehtimal olunan qiymət rəqəmlə daxil olunur və ehtimal olunan qiymətin hesablanmasına dair sənəd əlavə olunur. Yara düyməsini klikləyərkən açılıb və bağlana bilən başlıqda ilkin məlumatlar əks olunur. 14 addımdan ibarət olan şərtlər toplusunun birinci addımında illik satın alma planının ili, elan sətri seçilir və satın alma planına dair təsdiqlənmiş sənəd əlavə olunur. Yadda saxla düyməsini klikləyərkən növbəti addım açılır. İkinci addımda elanın veriləcək tarixi və saatı, həmçinin təkliflərin təqdim edilməsinin son müddəti təyin olunur. Digər açıq xanalarda təkliflə bağlı görüş barəsində məlumatlar əlavə olunur. Qeyd etmək lazımdır ki, ulduzla işarələnmiş xanalar mütləq şəkildə doldurulmalıdır. Əks halda addımı yadda saxlayarkən xəta ismarıcı görünür. Növbəti üçüncü addımda satın almaya dair ümumi məlumatlar daxil olunur. Burada yenidən məcburi xanalar doldurulmalıdır. Bəli seçdiyiniz halda bu bölməyə aid olan detallar xanası aktivləşir. Bu zaman detalların daxil olunması mütləq şəkildə həyata keçirilməlidir. Göy rəngdə işarələnmiş xanaların başlıqlarına klikləyərkən həmin xanaya aid qısa məlumat pəncərəsini görmək olar. Dördüncü addımda sistem tərəfindən avtomatik olaraq 8 uyğunluq meyarı formalaşır, hansılar ki silinə bilməz. Bunlardan yalnız lisenziyalar və icazələr haqqında meyar doldurulur, yaxud tamamilə deaktiv oluna bilər. 5-ci addımda təchizatçılar üçün qanunvericiliyə əsasən tələb olunan ixtisas göstəriciləri qeyd olunur. Burada təchizatçıların peşəkarlığına dair tələblər müəyyənləşir. Yəni, göstərilməli olan müqavilələrin sayı, müqavilələrin ümumi məbləği və imzalanma dövrü kimi tələblər qeyd olunur. Bu bölməni yadda saxlayarkən, təchizatçılara maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələbi müəyyənləşdirilir. Bu 4 xanaların doldurulması mütləqdir. Qeyd etmək lazımdır ki, 5 milyondan yuxarı olan satın almalarda əlavə olaraq 5 xana açılır və onların doldurulması da mütləqdir. Bu addımın üçüncü meyarı təchizatçıların texniki imkanlarının və maddi texniki bazasının olması tələbi müəyyənləşdirilir. Qoşma sənədin əlavəsi zəruridir. 4-cü meyar təchizatçının müvafiq işçi qüvvəsinin olması tələbini müəyyənləşdirir. Qoşma sənədin əlavəsi zəruridir. 6-cı addımda satın alma predmetinə dair tələblər daxil edilir və qoşma sənəd əlavə olunur. Şərtlər toplusunun layihələndirmə mərhələsində əlavə edilmiş sənədləri dəyişmək mümkündür. Təkliflərin hazırlanması addımında təklifin qüvvədə olma müddəti gün sayı kimi yazılır və digər xanalar da müvafiq olaraq doldurulur. Təklifin qüvvədə olma müddəti avtomatik olaraq hesablanır. Meyarların nisbi qiyməti addımında istifadəçi ümumi balları qiymət və texniki amillər arasında bölüşdürə yaxud bölüşdürməyə bilər. Texniki amillərdə bal yazıldığı halda növbəti addım açılır və burada texniki amil üçün müəyyənləşdirilən bal bir daha da 3 əsas bölmələr arasında bölüşdürülür. Qeyd etmək lazımdır ki, göstərilən balların cəmisi müəyyən olunmuş bal ilə eyni olmalıdır və qiymət amili ilə birlikdə 100 baldan yuxarı və yaxud aşağı olmamalıdır. Burada texniki göstəricilərin meyarları aktiv və yaxud deaktiv etmək mümkündür. İş həcmləri cədvəlində istifadəçi malın, işin və yaxud xidmətin adını, ətraflı təsvirini, miqdarını, ölçü vahidini daxil edir və buna uyğun olaraq kateqoriya seçir. Kateqoriya düzgün seçilmədiyi halda süni intellekt həmin kateqoriyanı qırmızı rəngə və xüsusi olaraq işarələyir. İstifadəçi süni intellekt tərəfindən təklif olunan 2 kateqoriyadan birini seçə bilər.
Təkliflərdən biri seçildiyi halda artıq bu kateqoriya düzgün və göy rəngdə olur. Yadda saxla düyməsi kateqoriyaların yekun nəticəsini istifadəçiyə göstərir. Hər bir növbəti sətir əlavə olunarkən, süni intellekt kateqoriyanın uyğunluğunu yoxlayır. Və tövsiyə olaraq yenə də 2 seçim imkanı verir. Düzgün kateqoriya seçilmədiyi halda, süni intellekt yoxlanışı kateqoriyası düzgün olmayan sətirləri filtr vasitəsilə avtomatik olaraq istifadəçiyə göstərir. İstifadəçi bu filtri söndürərkən bütün sətirləri nəzərdən keçirə bilər. Qeyd etmək lazımdır ki, istifadəçi həmçinin iş həcmlərini cədvəl formasında da sistemə yükləyə bilər. Müvafiq düzəlişlər edərkən irəli düyməsi növbəti addıma keçid edir. Burada müqavilələr şərtləri əvvəlcədən müəyyənləşdirilir və qoşma sənəd əlavə olunur. 14-cü addımda satın alınan təşkilatın əlaqələndirici şəxsin adı, soyadı, vəzifəsi, e-poçt ünvanı və əlaqə nömrəsi qeyd olunur. Komissiya üzvlərini dəvət edərkən mövcud əməkdaşlar arasında yaxud kənar ekspertləri əlavə etmək imkanı yaranır. Qanunvericiliyə əsasən üzvlərin sayı tək sayı və 5-dən aşağı olmamalıdır. Yəni, komissiya üzvlərinin sayı 5, 7, 9 və s. olmalıdır. Üzvlərin arasında bir nəfər sədr kimi seçilir və satın alma komissiyasının yaradılması haqqında qərar əlavə olunur. Şərtlər toplusunu təsdiqləmək üçün istifadə edilməli olan elektron imzanın seçimi satın alma mütəxəssisi tərəfindən əvvəlcədən müəyyən edilir. Burada asan imza və Sima elektron imza arasında seçim imkanı verilir. Şərtlər toplusu artıq komissiya üzvlərinə göndərilmiş olur və istifadəçi burada heç bir dəyişiklik edə bilməz. Şərtlər toplusunun başlığında ilkin məlumatlarla yanaşı, şərtlər toplusunun PDF formatı yaranır və sistemdə daxil olunan bütün məlumatlar burada öz əksini tapır. Bu sənədin sonunda istifadəçi tərəfindən əlavə olunmuş satın alma predmetinə dair tələblərin qoşma sənədi 6-cı addım və müqavilə layihəsi sənədi 12-ci addım əlavə olunur. Satın alma komissiyasının hər bir üzvü öz tərəfindən sistemə daxil olarkən ona təsdiq üçün göndərilmiş şərtlər toplusu ilə tanış ola bilər. Yeni göndərilmiş şərtlər toplusu gözləmədə olan siyahının axırında yerləşir. Komissiya üzvü şərtlər toplusuna daxil olarkən sənədin detalları ilə tanış olur, təsdiq et yaxud imtina et düyməsini klikləyərkən şərh bölməsində öz rəyini bildirməlidir. Əvvəlcədən müəyyənləşdirilmiş elektron imza vasitəsilə təsdiqləmə prosesi bütün komissiya üzvləri tərəfindən yekunlaşdırılmalıdır. Komissiya üzvlərindən biri sənədin təsdiqini imtina edərsə, şərtlər toplusu layihələndirmə mərhələsinə qayıdır. Təsdiq olduqdan sonra həmin şərtlər toplusu artıq təsdiqlənmiş bölməsinə yerləşdirilir. Asan imza ilə təsdiqlənmiş sənəd ADOC formatında, Sima imza ilə təsdiqlənmiş sənəd isə EDOC formatında sistemdə əks olunur. Satın alma mütəxəssisi öz tərəfindən həmin şərtlər toplusunun ilkin məlumatlarını kart formatında yaxud şərtlər toplusuna daxil olarkən detallı şəkildə yenidən görə bilər. Burada istifadəçi şərtlər toplusunu ləğv, düzəliş yaxud birbaşa satın almanı yarada bilər. Protokol nömrə 1 sənədin əlavəsi zəruridir. Şərtlər toplusunda satın alma yarat düyməsini kliklədikdə satın alma artıq dərc edilmiş hesab olunur və bütün zəruri məlumatlar müvafiq xanalara üzrə əks olunur. Bu mərhələdə satın alma adətən gələcək statusunda olur. Satın almanın başlama tarixi və vaxtı çatdıqdan sonra isə satın alma aktivləşir və təchizatçılar artıq öz təkliflərini təqdim edə bilər.
Lazım olduğu təqdirdə satın almaya düzəliş etmək mümkündür. Düzəliş et düyməsinə klikledikdə istifadəçi komissiya üzvləri tərəfindən təsdiqlənmiş satın almaya geri qayıdır və əməliyyatlar pəncərəsində əməliyyatlarından birini seçir. Düzəliş et düyməsi aktivləşdirildikdə istifadəçi düzəlişin səbəbini daxil edir və şərtlər toplusunun yeni versiyası layihələndirmə mərhələsində formalaşır. Burada düzəliş üçün açıq olan xanalar redaktə edilə bilər. Nəzərə almaq lazımdır ki, hər bir düzəlişdən sonra təkliflərin təqdim edilməsinin son müddəti ən azı 5 iş günə uzadılmalıdır. Bu tarixdən asılı olan digər xanalar avtomatik olaraq yenilənir. Eyni qaydada şərtlər toplusu komissiya üzvlərinə göndərilir və onların təsdiqindən sonra şərtlər toplusunun yeni PDF formatı yaranır. Daha sonra istifadəçi artıq satın almanın yeni versiyasını yarada bilər və edilmiş bütün düzəlişlər bu versiyada öz əksini tapır. Eyni zamanda əvvəlki versiyaları da nəzərdən keçirmək mümkündür. Satın almanın yeni versiyasında həm ilkin yaradılmış, həm də ən son yaradılmış şərtlər toplusunun PDF formatları əks olunur. Yalnız müddətlərin uzadılmasına ehtiyac yaranarsa, istifadəçi dərc edilmiş satılmadan düzəliş düyməsi vasitəsilə şərtlər toplusuna keçid edir və əməliyyatlar pəncərəsində müddəti uzat düyməsini klikləyir. Müddətin uzadılma səbəbini daxil etməklə istifadəçi yalnız təkliflərin təqdim edilməsinin son müddətini dəyişə bilər. Bu müddət 1 dəqiqədən başlayaraq maksimum 10 iş gününün keçməmək şərti ilə istənilən sayda dəyişdirilə bilər. Bu düzəlişdən sonra şərtlər toplusu avtomatik olaraq təsdiq üçün komissiya üzvlərinə göndərilir və onların təsdiqindən sonra satın almanın yaradılması prosesi yenidən həyata keçirilməlidir. Şərtlər toplusunu yenidən yaratmaq üçün müvafiq satın alma ilk olaraq ləğv edilməlidir. 7 ləğv səbəbindən yalnız ikisi təchizatçıların sayı kifayət qədər olmadıqda 36.1.1 və maliyyələşdirmə dayandırılıqda 36.1.6 satın almanın yenidən yaradılmasına imkan verir. İstifadəçi şərh əlavə etməklə və qoşma sənədini daxil etməklə ləğv üçün tələb olunan təsdiqləri əldə etdikdən sonra ləğv edilmiş satılmanı yenidən yarada bilər. Satın alma ləğv edildikdə müvafiq şərtlər toplusu da ləğv olunmuş hesab edilir. Ləğv edilmiş satın almaya daxil olaraq yenidən yarat düyməsi kliklədikdə istifadəçi ləğv edilmiş şərtlər toplusuna yönəldilir. Burada əməliyyatlar pəncərəsində yenidən yarat düyməsi aktivləşir və istifadəçi satın almanın yenidən yaradılma səbəbini daxil etməklə yeni şərtlər toplusunun layihələndirmə mərhələsinə keçid edir. Ləğv edilmiş şərtlər toplusundakı məlumatlar yeni şərtlər toplusuna köçürülür və məlumatların əksəriyyəti redaktör üçün aktiv olur. Ümumi məlumatlar bölməsində ləğv edilmiş şərtlər toplusuna keçid etmək də mümkündür. Təbii ki, müddətlər yenilənməli və zərurət yarandıqda digər bölmələrdə də düzəlişlər edilə bilər. Yeni yaradılmış şərtlər toplusu komissiya üzvlərinə göndərilir və onların təsdiqindən sonra yeni satın almanı yaratmaq mümkündür. Əməliyyatların digər növü duplikat et düyməsi istifadəçinin rahatlığı üçün mövcud olan şərtlər toplusunun nüsxəsini, yəni yeni duplikatını çıxarmaq imkanını yaradır. Bu xidmət yaxın zamanlarda istifadənizə veriləcək.